İsrail Tehrana və İranın digər bölgələrinə növbəti dəfə aviazərbələr endirdiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə İsrail qırıcıları İran ərazisində ballistik raketlər üçün xammal və müxtəlif komponentlər istehsal edən fabriklərdə daxil olmaqla onlarla obyekti vurub. İran Silahlı Qüvvələri də İsrail ərazisinə zərbələr endirib. Bugün səhər saatlarında endirilən raket zərbəsi nəticəsində İsrailin Beer-Şeva şəhərində yerləşən Soroka xəstəxanasında partlayış olub. Tibb müəssisəsinin binası zədələnib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri gecə saatlarından başlayaraq yalnız Tehranda yerləşən 20 hərbi obyektə zərbələr endirib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilib ki, hücum edilən hədəflər arasında silah anbarları, uranın zənginləşdirilməsi mərkəzləri, elmi tədqiqat və təcrübə konstruktor obyektləri olub. Məlumatda həmçinin qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Əraqdakı hazırda işlək olmayan nüvə reaktoruna və Nətənsdəki nüvə obyektinə də zərbə endirib. Bildirilir ki, hücum plutonium istehsalında əsas komponent olduğu deyilən reaktor nüvəsinin bərkitmə konstruksiyasına hədəf alıb. İranın Atom Enerjisi Təşkilatı da İsrailin Əraq nüvə obyektini vurduğunu təsdiqləyib. Səlahiyyətlilər sözü gedən obyektdə əvvəlcədən təxliyə aparıldığı və avadanlıqlar çıxarıldığı üçün radioaktiv çirklənmə riskinin olmadığını bildiriblər. Kütləvi informasiya vasitələrinin məlumatına görə İranın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Tehranın ətrafı üzərində pilotsuz uçuş aparatları hücumunun qarşısını alıb. Qeyd olunub ki, eyni saatlarda ölkənin hava hücumundan müdafiə sistemləri həmçinin Təbriz səmasında da işə düşüb. Bildirilir ki, İsrail qırıcıları bir neçə hədəfə hücum edib. Şəhərin müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib. Hansı obyektlərə hücum edilməsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Lakin yerli mənbələr şəhərin şərq və şimal-qərbində bəzi sursat anbarları, Sepahın rabitə mərkəzləri və radar stansiyalarının vurulduğunu ehtimal edirlər. İran Silahlı Qüvvələri də İsrail ərazisinə zərbələr endirib. Bugün səhər saatlarında endirilən raket zərbəsi nəticəsində İsrailin Beer-Şeva şəhərində yerləşən Soroka xəstəxanasında partlayış olub. Tibb müəssisəsinin binası zədələnib. Hücum zamanı ümumilikdə 72 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, İran səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin kiber komandanlıq qərargahına və kəşfiyyat mərkəzinə hücum edib. Bu barədə İranın təsnim agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu mərkəzlərdə minlərlə hərbçi, rəqəmsal idarə etmə sistemləri yerləşir. Hücum zamanı ölümlə bağlı İsrail tərəfi hər hansı bir məlumat verməyib. İran tərəfi iddia edir ki, Beer-Şevada yerləşən Soroka xəstəxanasının binası hərbi obyekti hədəf alan ballistik raket zərbəsinin dalğasından zərər çəkib. Bu arada İran mediası İsrailə hücumlarla bağlı İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi Əbdülrəhim Müsavinin sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, İranın İsrailə endiriləcək zərbələrdə özünə məhdudiyyət qoymaq niyyəti yoxdur. Biz təcavüz edən İsraildə istənilən hədəfə davamlı olaraq hücum edəcəyik və qarşımızda heç bir məhdudiyyət görmürük deyə İranlı general bildirib. Rövşən Əliyev, Space xəbər.